Uşaqlar, birinci ifadəyə baxaq. Stand the car. Sizcə indi düzdür? Səhvdir. Stand by the car. Yanında mənasında. Stand ayaq üstə dayanmaq deyil. Maşın içində isə dayanaq ayaq üstə. Düzdürmü? Bilirsiniz də uşaqlar, by-dan sonra nə vaxt Z artiklı gələ bilər? Yanında mənasında. Amma vasitəsi ilə deyənə nə olur? By car. Aydındır? Burada yanında olduğu üçün by the car. Maraqlıydı əslində bu. Düzdürmü? Qeyd edeyim bunu. Stand by the car olur, amma go by car. İkinci söz. Bridge in the river. Çayın içində körpü. On the river. On odur ki, tam üstündə dayanır axı. Over the river. Bəli, üzərində. Over. Deməli, uşaqlar, körpüdür, hasardır. Bunlar genelde over'dan işlənir. Aydındır? Hasarın üzərindən tullandım və ya da tonqalın üzərindən tullandım. Over. Jump over. Bridge over. Stay in bed. Bu okeydir. On the way home. Normalde on the way nə olur? On the way'dən sonra nə gəlir? Harasa gedən yolda biraz qabaq demişdik də uşaqlar testdə. Nə idi? To. On the way to. Amma home'dan alacaq? Boşluq olacaq. Çünki istiqamət sözünüzü qəbul etmir. Put fire. Putla ifadələrimiz çox idi. Put on var idi, put off var idi, put out var idi. Fire nə oldu? Yanğın. Ona görə də söndürmək deyəsik. Put out. Düzdür. Dusk nədir uşaqlar? Dusk. Günün hissələrinin hissəsi deməkdir. Nəyi tərcüməsi? Dusk. Yox. Dusk. Tam tərsinə. Alaqaranlıq. Axşam çağı, axşam üstü. On the earth, bəli, yer kürəsində on işlənir, amma dünyada in the world. In the world, on the earth. Okay. Sonra Stone Age. Age burada nə mənasındadır? Dövr mənası. Dövr mənasında ət işlənirdi. İnlə olurdu. Bəs nə vaxt ət işlənirdi age-də? Bəli. O zaman hardan bilirdik yaş olduğunu? Yaz ora. At the age of 20. Məsələn 20 yaşında. Deməli yaş onda nə verir? Rəqəm vermiş olur. Yadımızda qalar. Dövrlərdə nə işlətdik? In Stone Age. Amma at the age of 20. Sonra davam edirik. Return'da to olur ya da from olur. Uşaqlar testə düşəndə return'dan sonra nöqtələr verib London gələndə uşaqlar bəzən return'u görmürlər. Nə olur? Londonu görüb in yazırlar. Düzdürmü? Amma diqqətli olmaq lazımdır. Qayıtmaq Londonda qayıtmaq olmaz. Londona qayıtmaq ya da Londondan qayıtmaq. Düzdürmü? Ya return to ya da return from olacaq. Island nədir? Ada. Adada da nə işlədirik? On the island. Əla. Başlayaq. In the street. Düz. Beach'də at the beach bir də nə ola bilərdi? On the beach. Hər ikisi düzgündür. Bench nədir bəs? Uşaqlar, bench nədir? Bəs bilməyəcək, onu yazmışsın. Uşaqlar, bench, skameyka. Bəli, on olur. Wait at the bus stop, tamamilə doğrudur. Niyə orada for yazmamışıq, bəs onu bir dənə dinə? Bəli, təkcə bus olsaydı, wait for the bus. Wait'dən sonra dayandığımız yer gəlirsə, gözlədiyimiz yer gəlirsə, burada nə olacaq? Ona uyğun bir şey. Ona görə də dayanacaqlarda ət işləndiyi ət yazmışıq. Tamamilə doğrudur. Wait for turn, amma səhvdir. Bəli, boşluq olmalıydı. Wait'dən sonra normalda for gəlir, bir dənə turn sözündə boşluq olur. Sonra watch cartoon on TV. Bəli, neysə izləmək deyirsə televizorda on işlənir. Amma watch'dan sonra birbaşa TV gələn nə olur? Watch TV-dir. Boşluq, bəli. In the night, düz. Hıtı olmalıydı ama neyse. It is 9 o'clock. Niye burada ət yazmamış uşaqlar? Çünkü saatı deyil. Saat 9'dur. Ama falan şeydir, saat, mesela kino saat 9'dadırsa o zaman nə olacaq? Ət olacaq. Düzdür. Xətin yaxşı oxunmur. From 9 o'clock in the morning till 6 o'clock in the evening. To da ola bilər, till da ola bilər. Deməli 2 dənə saat verilibsə nə edirik uşaqlar? From to ya da from till yazırıq. Tamamilə doğrudur. Sonra the beginning of the 20th century. Orada nə olacaq? Boşluq niyə olur ki?
Nəyinsə başlanğıcında of, beginning və enddən sonra of gəlsə nə olur? At olur. Bəli. Sonra at present, nə deməkdir at present? Hal-hazırda, bu dəqiqə. Amma Z olanda nə olacaq? In the present. At night, amma night'ın qabağında Z olanda nə olur yenə? In the night. Bu qeyd edin uşaqlar. Night'da Z artiklı yoxdursa at olur, Z artiklı varsa in olur. Eyni zamanda present sözündə. Başladır. Uşaqlar, listen nə ilə işləyir normalda? To ilə. Amma marağa qulaq asmaq, bu necə ola bilər? Listen with interest. Görürsünüz uşaqlar, şablondan biraz kənar testlər düşə bilir. Listen with interest, maraqla qulaq asmaq. Supply, təmin etmək. Məktəb bizi kitabla təmin edir. Kitabla təmin edir. İlə, with, bəli. Show, show və give məsələsi, hand məsələsi nə fərq edir onlar, o feillər? The way to, düzdür. The way birbaşa gəlir, şəxsin qabağında to işlədirik. Show'dan sonra birbaşa şəxs gəlir, heç nə işlənmir. Düzdür, tamamilə doğrudur. Putdan sonra nə gəldiyi önəmlidir demişdik. Flight nədir? Uçuş. Uçuş nə ola bilər? Put out yanğını söndürməkdir. Put off təxirə salmaq. Deməli, təxirə salmaq ola bilər də. 2 pulundan amma. Bəli, double F-dir. Sonra, talk about transportation. Bəli, normalde talk nə idi? Speak talk to. Kimləsə danışmaq. Amma haqqında da ola bilər təbii ki, düzdürmü? Talk about transportation. Okay. Good-da nə fərq idi? Baxırdıq ondan sonraki sözlə. Ability bildirirsə, bacarıq bildirirsə nə olacaqdır? Təbii ki, bu bad-ə də aiddir. Good, bad, at. Good at swimming, bad at swimming, good at chess və s. Good to health. Uşaqlar düz yazıb sizcə? Sağlığa faydalıdır, sağlıq üçün. Good for health, bəli. Sonra, ayın qabağında rəqəm varsa, 10. On the 17th of September. On, of. Sentyabrın, ın, of. 17'si rəqəm olduğu üçün 10. Sonra, bunu biz güvən testində demişdik uşaqlar. Cold winter morning nə gedir? Əslində day kimi gedir, düzdürmü? Bəli, soyuq bir qış səhəri günü, yəni 10, bəli, 10 olacaq. Xəçək, inin üstünə xəçək. Sonra, on a cold day, bəli, on a hot day, on a cold day, düzdür. At once ifadədir, kalıbdır, bir birləşmədir, düzdür. Cəld ol, Leyla, cəld ol. Üzlətcə küsəs üçün önündə filmiyə çıxmamalıyım ki, vaxt qalmır. So, baxdıq. In the mirror. Düzdür? Bəli. Bəs on the yard. In the yard. Bəli. İnternetdə heç nə yazmayıb. On the internet. On the internet. Sosial şəbəkələrdə, internetdə, telekommunikasiyalarda bəli, 10 olur. İni 10. Davam edək. The second floor da o. Allahım yarabbim, necə floordur. Nəsə, second floor nədir? İkinci mərtəbə. Floor sözü istər yer olsun, istər mərtəbə olsun, fərqi yoxdur, nə olacaq? 10 olacaq. Board nədir bəs, Leyla? Lövhə. Lövhədə nə olur? On the board, düz. Bəs rain də nə olur uşaqlar? Mən sizə demişdim, bizdə deyirik günün altında, yağışın altında, düzdürmü? Amma orada nə deyirlər? Under the rain. Onu bizlə nə fərq olur? In the rain. Bəli, under sözü yox, qətiyyən. Aha. Sonra, at the birthday party. Bəli, niyə orada bəs on birthday yazmadın? At birthday yazdın. Partiyə görə yazırıq, bəli. Go to station. Əla, to the station. Z olmalıydı əslində orada Z deyəndə, yəqin yadımdan çıxıb deməmişəm. Go to the station. Bəli, go to the station olur. Uşaqlar, normalda imtihanda biz həyəcanla falan station'ı görüb ət yaza bilərik, amma diqqətli olaq, feilimiz go-sa nə olacaq? To station, istiqamət bildirir. Go to holiday. Go to, yox, go on holiday. Go on holiday. Baxın, holiday, excursion, sonra vacation, bunlar nə olur? On, go on. Sonra, go on a walk. Go for a walk. Bir də nə də olurdu for a walk? Bayaq demişdim, take for a walk. Go for a walk, take for a walk. Bunlarda for işlənir. Bəs home da boşluq yazıb, düzdürmü? Bəli, düzdür. Çünki home sözü istiqamət sözünüzü qəbul etmir.
On foot nə deməkdir? Piyada. Piyada, bəli. Baxaq, uşaqlar siz də baxın. Menyuda nə olurdu? On the menu. Son anda. Right, left. Right sağda, left solda. On the right, on the left. Düz. Bəs grass ot. Otun üstündə on olur. On the grass. Christmas. Christmas'da yanında nəsə yoxdursa, ət olur. Ümumiyyətlə bayramlarda yanında nəsə yoxdursa, ət olur. Varsa day, eve, holiday sözləri varsa nə olurdu? On olurdu. Easter nə idi? Ever nədir? Ev. Yox. Ever yazmısan. R yoxdur sonunda. Evdir. Eve. Aysal. Easter nədir? Bəli, bayram 10 olur. Ev sözünə görə 10 olacaq. Sonra lunch. At lunch düzdür. Gün hissələri hissəsinə aiddir. Yemək vaxtları ətlə işlənir. Bəs last day-də last-a görə boşluq olur. Go buy taxi. Bəli, heç nə yoxdur deyə buy işlənir. Bu bir söz nədir? Askdan sonra şəxs adı gəlir, boşluq. Ask him. Aha. To help yoxsa for help. Ask somebody for something. For help. Əslində feil kimi götürülə bilər, amma genəldə isim olanda for olur. Belə düşünək. Burada da help-i isim olaraq düşünün. Okay. Saat verildiği için get up olacaq böyle ihtimalla. Get up at 9 o'clock. Sonra sit değil o, sitdir. Sit. Aha. Əyləşmək parta arxasında at the desk. Amma nəsə var deyilsə partanın üstündə on the desk də ola bilər demişdik, düzdürmü?